Dünən saat 12-də Masallıda ağır yol qəzası olub. 90-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi Nissan markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarə etmədən çıxıb və aşıb. Nəticədə sürücü Hüseynova, avtomobildə olan sərnişinlər Gülşən İsmailova, Nuriyə Nuriyeva və Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və Masallı rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Lakin Vəlişova aldığı xəsarətlərdən vəfat edib. Hadisənin təfərrüatları da məlum olub. Belə ki, avtomobildə olan qadınlar yenicə ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirlərmiş. 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblərmiş. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxıb və aşıb. Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi Vəlişova aldığı xəsarətlərdən dediyimiz kimi elə hadisə yerində ölüb. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.